kəsək, salam. Uşaqlar, necəsiz? Deməli, yağış yağır, özdə çox pis yağış yağır. Və mən çıxmışam evdən, gedirəm, hal-hazırda telefonum su dəyir. Gedirəm pianoya. Pianodan bir dənə Xalidə üçün sport dərs götürmək istəyirəm. Çünki ona söz vermişdim ki, sağalanda ikimizə də qəşəng Spartini dərs alacağam. Gedirəm onun üçün bir dənə Spartini dərs götürməyə. Oradan balacalara qəşəng minnət bir hədiyyə alacağım. Sonra evə gələcəm, hazırlaşacağım, geyinəcəm, Alisanı götürüb gedəcəm. Əslində sabahlarım xalam gil gəlir və bizim rəngi oyunumuz var. Rəngləri almalıyam. Sadəcə olaraq yağış yağır və mənim çox zamanım yoxdur. Çox az bir zamanım var. Ona görə bugün də qonaq deyəcəm. Axşam da əslində çəkilişimiz var. Amma inanın ki, çəkilişə necə gedəcəm, necə hazırlaşacağım onu bilmirəm. Qəti şəkildə bilmirəm. Ona görə tacir də deyir ki, çəkilişi saxlayaq. Ayın 10'undan sonra eləyərik. Çünki ayın 10'u Vüsalənin ad gündür, deyir onu yola verir, sonra eləyərik. Baxacağım deyin də hansı uyğun gəlsə onu eləyəcəm. Amma bugün gedirik Xalidə, yəni qonaq gedirik. Gedək bir dənə inşallah buradan üzümə baxmağı çox istəyirəm. Maşından baxdım. Gedim Xalidə, gedim çıxım, ondan sonra neyse gedək Xalidə biraz şumon eləyək. Gedim hədiyyələrimi alım sonra. Bax gör özüm pürüzsüz düşür. Yok pürüzsüz düşür. Arkadaşlar deməli gəlmişəm piyanoya. Bu iki dənə piyano müdürü Ülviyə xanım və onun qara pişmiş işçisi. Mənim nəsəblərim vardılar. Deyirəm gəlin sizi göstərim, qoymurlar. Nəysə getdim əndəki Spartininin serasını Xalidə xanım üçün götürdüm. Boz rəngini. Bu rəngi yox idi deyə seri götürdüm. İndi gəlmişəm piyanoya. Görək burada. Piyanoya görə. Bax soruşursunuz ki, geyimlərinizi hardan alırsınız? Baxın buradan alıram. Bax. İçəriyə baxırsınız. Bir də vitrinlərin gözəlliyinə baxırsınız. Deyirsiniz ki, ay Allah. Bura nədir belə? Bəli. Bu arada bu yuxarıdakı geyimlərin hər biri indirimdə deyəcəyim biləsiniz. Deməli uşaqlar, alışverişimizi elədik. Təbii ki, özümə də çox qəşəng şeylər aldım. Ayın inşallah 14'ü onun ad günü olduğum üçün qəşəng geyimlər aldım. Gedirəm qızlar, öpürəm sizləri. Sağ olun. Gedək indi uşaqlar da bir şey alaq, qaçaq evə. Deməli uşaqlar gəldim evə, mama sağ olsun, evimizi pis osladı, sumkalarımız hazırdır. İndi gedirik Xalidə. Hə Alice? Alice kalqutqasını geyinib amma şalvar yaddan çıxıb. Gəl kalqutqamızı geyinək, tez elə, çabuk, çabuk. Arkadaşlar baba getdi bizi düşürtməyə. Xanımça da gəlib, mən bütün əsəbləmədim, uşağımı öyrəşdim qabağa, ağlaya-ağlaya qalır mənim uşağım. Hamısı sən eləyirsən. Hamda üstüne istiyor orada da oturan. Yox, sən anasına qabağa tər getirə bildim, halasına da tər getirmə. Evet, biləsən kresu olacaq buna. Qabağı bağlayıram, yoxsa qabaqda qoymurlar da. Deyirəm, ananın bətkindən oturub orada da, qabaqda. Vallahi da. Aşkım, ne dinlənər? Əslində gözəl gələndən sonra qaynanası qabağı görmür daha önce. Alice de gələndən sonra gözəl də arkada oturacaq. Bu bunun çiçeği. Şişireyim ama kurban. Şişireyim ana üstü bax, yezirdi, dondu. Deməli, mənim düşüncəli Xalidəm səsləndirməyi unudub. Burada məni qarşılayır, salamlayır. Yəni, mənim üçün qısa da olsa bir vlog hazırlayıb. Burada qəşəng toyuğu atır fotkaya. Burada bilincikləri qızardır. Əllərinə sağlıq. Həqiqətən də yeməklər çox dadlıydı. Öpürəm onu bu gözəl düşüncəsi üçün. Burada Alisa ilə uşaqlara sup eləyir. Burada salata hazırlayır və fokus-mokus eləyir və bitdi. Sen de. Sama giriyor oraya. Sen de dersen. Neyse ben de. Biba. Oya. Hello arkadaşlar. Günaydın. Normalde günaydın diyorum. Hoş geldiniz. Hemşire siz gelsiniz. Kızım, ana kurban git bay yolka mama. Git sök görüm onu sökmesin birazdan bizim nereye sökmesin evde koşacağım. Git. Git sök. Git. Mama kurban sen de mi? Sen de mi? Ay sen de mi? Sen. Kim insan elinden öper. Ora. Ya yakın dursun da biz de koşar da yolkanı. Ben değilim. Ali de şeylerimi dağıtma. Yok yok. Arada bir iki tane yumuşasını götürüyor. Hadi. Onda sizinle koşabilirim de. Alice. Alice. Tamam da onu zaten lazım. Gidelim koşar yolkamızı mama. He maması. Alisa. Alice. Gel buraya. Gel buraya. Gel. Elif elinden tut. Başa çalma da, başa salma. Ben deyirəm bu gömözü gidiyor. Gedin, tişö. Başınız bağlandı. Dayan. Dayan az dayan. Bu arada uşaqlar Xalidənin 2 dənə uşaq. Az öpür qızımı. Ay Allah maşallah. Hadi.
Neyse, qaynatsınlar. Xalidə gəl bir dənə bura balam. Deməli, Xalidə xanım YouTube-umuzu bugün sağ olsun. O qədər düşüncəli insandır ki, mən təklif eləməmişəm ona Allah. Özü dedi ki, o xodnala mahnı olmaz. Özü qayıtdı dedi ki, nədir onun adı? Gözəl, sənin üçün YouTube çəkəcəm, əlavə eləyərsən YouTube-a. Dedi ki, sənə vlog əlavə eləyəcəm. Elə bildim özü üçün vlog çəkir. Sonra qayıtdı ki, yəni sənin üçün çəkəcəm ki, vlogu əlavə eləyərsən. Dedim, çox sağ ol, düşüncəli bacım. Tazi də dedi ki, halal olsun, düşüncəli insandır. Padırqalarımın içində yeganə insandır ki, dedi, bunu səni təklif edib. Dedim, bəli. Təşəkkür edirəm. Ta insafla qalan gözüm çəkin. Baş sağam. Deməli, paxıllığından özü indi şeydir də, əslində özü də əməliyyat olub, özü də incəli, prosta nəsədə oxuşum. Doldurub stolun üstünü, amma bacınız təbii ki, diyetadadır. Bir boşqap xəngəl yiyib dünənlərim, 2 boşqap diyetadadır. Qızlardan kimsə gələcək? Hay can. Bir də onlara baxın siz Allah. Onlar var ha, əməlli başlı ciddi olublar. İndi bu şey yedi də, baldız yedi də, hep pis baldız. Azey, indi də baldızlıq eləmə uşağıma. Mən uşağımı şeyə verməyəcəm, baldızlı evə verməyəcəm. Qətiyyən. Biz elə evə uşaq gələn almayacaq. Biz elə evə gələn almayacaq. Biz boş evə gələn alacaq. Hə, mən də boş, mən də istəyirəm qızım. Düz deyir, niyyət eləmə, amma istəmirəm baldızlı evə qızımı deyir. Yox, baldız niyə? Hansı zaman baldızla yaşasın? Yaşayanlar var indi. Ümumiyyətlə baldız olmasın. Niyə indi? Baxalım şeyə xaricə göndərəcəm. Getdi yandan ona. Kimsə Batsın ürəyi, qəşəng belə bir suratı. Bacarır da bu qız. Bu qız bu işi bacarır. Bəh. Xəcalət verirsən hal-hazırda mənə. Sən də. Mən də çəkim olur. Elədim, mən həsən. Vicdan tağıt deyərəm. Alisim. Alisa da uşaqlar, Xalidə sağ olsun, qəşəng bir qazan su pişirmişdi. Bir qazana deyim, bir kasa Alisa'ya su verdi. Maşallah, nuş olsun balama. Alisa sağ olsun, düz mənə qışqırtdı, amma yedi. Nuş olsun balama. Özü də burada işgüzarlıq eləyir. Aş pişirim sənə. Bəli. Ay Allah, necə yeyərəm, bəh. Bəli. Yəni bu artıqdır da, aşı yedim mənə bəsdir. Kökək məhvətə təzə çıxmışım. Siz yerik də. Nuş olmaz. Bəli, aynı ondan sonra söz vermişik də, diyetaya başlayırıq. Hə, aynı ondan sonra diyetaya başlayırıq. Güclü diyetaya. Bəli. Pərvanə düş. Pərvanə düş uşaqların canını orada. Biz və diyeta. Bəli. Lalə xanım gəlib çıxsaydı yemək yeyərdik. Valla da, bax görürsünüz, bizim evdə də Laləni gözləyirdik, burada da Laləni gözləyirdik. Sonra Lalə deyir ki, məni istəmirsiniz, mənə dəyər vermirsiniz, o eləmirsiniz, bu eləmirsiniz, amma halbuki istəməsə dəyər verməsə yemərik. Değil mi? Gözləmərik daha doğrusu. Bu aynağı sevdim ha. Bu şeyin dişfaniyəş arasıdır, hə. Özüm. Bunun günündə aparacam. Alisa, düz al da mama qurban, ala aşkım, ala. Allah həyatım. Yuxum gəlir, yatmaq olmaz ana qurban. Oynamağa gəlmişsən bura, yatmağa yox. Nəysə arkadaşlar, mən gedim ən yaxşısı. Gələn insan mənəm, sən xeyirli otursan süfrən başında. Sən tox vaxtın var yəni, var tox vaxtın. Birinci mən gəlmişdim, mən yeməliydim. Xeyirli, onun qabığı soyulub həyatım. Nətəsən Lalə? Mən çağırdık ki, gəl otur ye. Həqiqi, ye. Qızının yeni paltarını gətirmişəm. Desənə, mən söyləyəm olar. Çox düzgün. Ben veremem. Deyirdin bu kız seni, bahar seni, yaz seni. Bu ne salatıdır? Bu xəyal can salatıdır. Xəyalcan salatıdır. Hə, o da ikisi də. Bir tane dadına baxacağım. Və bu? O da. O Bu da. uzundur, o da qəşəng. İkisinin dadına baxacağım. Baxın. Nə xeyir. Görün nətərdir arkadaşlar. Harcan. Buradan bir aslamanı verək təcili sürətlə bu söz yazanlara da ki, yəni indi bilirəm ki, deyəsiz indi Xalidə ilə cicibaz olub, nəm falan filan. Xalidə ilə biz bir-birimizi neçə il tanıyırıq? 5 ildən çoxdur. Bəli. Demək olar ki, 5 il tamamladı da. Sadəcə olaraq Xalidə ilə biz birbirimizi tanıyırdıq, ikimiz də subay idik. Sonra ikimiz də ailə qurduq. Bir-birimizin uşaqların xeyir işində iştirak elədik. Bəli. Gediş-gəlişimiz o qədər yox idi. Çünki həm yoldaşlarımız bir-birimizi tanımırdı, həm də ki, nə bilim, Sonradan tanışlananda Xalidən də uşaqları balaca idi. Mənim də uşağım balaca idi. Yəni belə çox belə gediş-gəliş yox idi. Ona görə
Təzə başladıq yeni geliş. Amma əvvəl subay vaxtı çox tez-tez gedirdim. Xalidə bilirsiniz ki, Lazerovdur. Əvvəldən Xalidəni ilk dəfə də tanımışam. Yanına Lazerə getmişdim, bəli. 5 il bundan qabaq. Orada getmişdim, Yəni orada orada görmüşdüm. bir şey yazmasınlar da ki, ay nə bilim, indi bir yerdədirlər. Elə bir şey yoxdur da, yəni biz ayrılacaq bir səbəbimiz yoxdur. Deyil bizim münasibətimiz. Məsələn, bax bunun kimi deyil. Bu, hətta 8 mən 9 dalaşırıq bundan. Yola getmirik uşaqlar. Bir də bunu göstərdi. Bunu göstərdi nə olar? Layla baxın, uşaqlar sifariş eləyində tez sifariş eləyin. Layla bilirsiniz öz mağazasında da kişi ilə məşğuldur. Biri Alidandır, biri də Alisandır. Ay Allah, nə gözəl geyindirəcəyik qəşəng yol kanalına. Bu da bir xalası alır Ceydə. Hə? Xalası çox sağ ol. Ay Allah, nə qədər gözəldir. Ailə xalası varsa bizə də gətirin. Deməli o boyda gözəl videodan sonra çevirdi videonu mən gördüm də nə tər dəyişir qız. Bu adam elə 2 Arkadaşlar bax bu paltarları Layla tikir. Yəni sifariş eləyə bilərsiniz. Yeni ilə hələ var. Ona görə indidən sizə göstərirəm. Tulub baby. WhatsApp-da yazsanız, Instagram-da yazsanız səhifəsi çıxacaq. Nömrəsini yazdırın və belə qəşəng cici donlar tikdirin uşağınıza. İndi qəşəng geyindirəcək. Mən də tikdirə bilərsən Layla. Şimdi yenə. Eləsə. Biraz oran tutar o. Oz da aşağı getirəcək oran tutar. Jingle bang. Jingle bang, jingle bang. Ali bence olar ona. 100%. Olmaz. Telefon yok Alisa. Olmaz ana qurban. Zeydin telefon ver. Çox xoşum gəldi. Özün tikmirsən deyə bəyənirsən. Bu biz Xoşuma deyilmə xoşum tərəfində. gəldi. Buyurun. Çünki bu mən seçmişəm. Bu mən seçmişəm. Ağıllı ol. Bunu şey mən bilmirəm onu. Ona sən nə isə sübut eləyəm. O birinci mən seçmişəm. Yoxdur, bir hər hansını seçmişim. Hansını seçmişəm düzünlə. Birinci sən dedin sonra o. Haydi. Amma əsas odur ki, Amma əsas oldu ki, ikimiz də eyni şey. Əsas odur ki, onu mən paylaşmışdım, siz seçdiniz. Ya, əsas oldu sən paylaşmısın, biz də biləcək. Sən paylaşmalısın da onsuz da. Çünki sənin işin odur, paylaşmalısın. Əsas oldu ki, ikimiz də eyni şeyi seçmişik. Mən başqa şey də seçmişəm, onu da seçmişsən. Nə seçmişəm? İnşallah şöyle. Mən də seçmişəm. Seçmişsən. Onun oğlan üçün Zeydə istəmişdin deyəsən sən. Hanı? Gələcək də. Rüşkət olmasın. Baba ne güzeldi maşallah maşallah. Ali Seyba verilen gözü tutanlar. Ne geçinsən sən? Neyse arkadaşlar yani kısa ve konkret. Uzatmayak. Gelmişik, yemişik, içmişik maşallah. Her şey hazırlayıp ellerine sağlık doydum ha. Siz gələrsiniz inşallah. Amin inşallah. Dur gedələr var artık dilinle qovsunlar görə bizi. Ha gedirsiniz. Azını gəlməmsiniz, gedirlər. Ben 2 saat olmalı buradayım. Zeydin ürəyə gedir qonaq üçün. Dur buranı yığışdıraq halde. Azı oturmuşsuz da yığışdıraq, qəşəng çay gətirəcəm. Simçik almışam, qəşəng çips almışam. Söhbətlər var qabaqda. Qeybətlər var ya səbəb ne qədər Bəli, biz qeybətlərimizi elə belə söhbət edirik. Özümə təsəlli vermək şəklim. Bundan bir dənə şey eləyərsiniz də, o nə deyirlər ona? Söhbət edirik, qeybət eləmirik. Çalışırım. Biz birbirimizin bilmədiyi şeyləri danışırıq. O qeybət deyil. Aşkım. Hay Allah, getdiyin ışıqlarımız. Get yandır Alisa. Arkadaşlar, indi qeybət masamız hazırdır. Hazırlaşmış uşaqlar da orada. Alisa nəsə bolluğa düşüb, onlar cips yiyirdi. Alisa da cips yiyir. Anan qurban boyuna, ellər gəlsin toyuna. Bax çizgi filmə. Sizin şotuza yiyir ha. Yəni normalda mən Alisa'ya ömür boyu cips vermərəm. Başın qatması. Yox, hay gördü deyən, yoxsa bilmirəm mən də. Elə qəşəng şey yeyirlər. Allah'ım hə, mənkinə bax. Mənkinə bax hələ. Alisa dünəndən sancaq pendir yeyirdi. Allah, həqiqətən sancaq pendir verdi ona. Mən də birinci səfər şey yemişəm. Deməli arkadaşlar, qonaqpərvərlik bu kadar. Evimizə getmək vakti gəldi, çatdı. Amma biz evə getmədik. Çayımızı içib, Alisa da ikinci başqa bilmək. Xalan qurban boyuna nə oldu? Yaxşı vermədi, balama cips vermədi. Haldə, uşağın birini sən bilirsən. Gəl görüm. Uşaqların psixolojisi pozulub arkadaşlar. Uşaqlar bildiğiniz yatmaq istəyirlər. Lalə də gələndən əlindən telefon düşmür. Çünki yenilərə fəsədən müştərilərim yeni paltarlar alacaq. Demək üçün bir maksimum toplasam bir 6-5 dəqiqəlik video çəkib. 5 dəqiqə yox da. Verib sən niyə çox çəkmədin? Çünki halım yoxdur. İndi gördün YouTube çəkmə necə əziyyətli bir işdir. Allah dəhşətli bir şeydir. Hələ 2 dənə şey çəkdim. Yoruldum. Yadımdan çıxıb çəkim. Səsləndirməsini bu arada özüm eləyəcəm. Mən deyəcək, səsləndirməni mən eləyəcəm bu dəfə. Sən nə Ne eləyirsən? zor olar.
Sən al yarım qara sərərəm də göz. Nəyimi də, bax, sənin nə pisliyin də evin deyənə kimi. Məsələn, yazdığım mesajların hamısı orada mənə səsləndirdiyim bütün ifadələri YouTube-da sənsiz. YouTube sən ömürlük bulur. Nəslimlə telefonla girəməyəsən YouTube-a. İndi gördünüz nələr deyib mənə. Deyir, insan sevdiyiniz söyüşlərlə ifadə eləyir. Gör onda məndən qoyda sevgisi var. Görürsən, məndən də çox istəyirsən. Hə, ən çox məni sevir. Sabahın xeyir. Oldu. Neyse arkadaşlar, Bir gün nasıl yine görüşürüz. Bir daha sabah bir sabah ayrılırıq ama bilsin biz var orada haqqa verəcəyik, ad gündə olacağıq, bəli. Mən də o. Qəşəng kombinlərimizi geyinirik, toplaşırıq, gelirik. Pərvanə əziyyətimi bugün çox çəkdi. Alisan demək olar ki, ancaq Pərvanə baxdı. Hə, vallahi cəmaatın ad günə gedirəm, özümüz ən çox əylənəcəyik. Sən olur. O bilir də nə deyir, möhtəşəm olacaq, o batsın da, bir-iki o da qırğın düşəcək. Düşməyəcək. Heç bir qırğın. Elə qırğın yox, mən oynayacağım, qırğın salacağım orada. Niyə hep sayıyorsunuz? Başqa nə qırğın düşə bilər ki, boş düşməni. Ben de oynayacağım. Sən orada oyna. Alisa, bax gedə sakitləşir. Sakitləşməyib, Xalid Pərvanə ora girib deyə sakitləşib. Hə. Allah bilsin, nə sakitləşəcək. Ana qaba, siqanlıq eləmə. Ölləməsən qaşı belə eləyəndə. Bir də elə qaldı Sabah gün qızağlamı düzəldim. Nə qaldı bur? Sən qapa fotoğrafı qoyasan elə. Qəşəng bir şey qoy da, o günlərdə belə bir şey qoysa. Qapa fotoğrafımı sən niyə elə qoyuram, hamı baxsın deyə. Maraqlı gəlsin. Hə. Ya, qəşəng qapa fotoğrafı ver, Xalidə gillə. Aba. Bu keçək qapaq. Daha Ya belə dur deyə. Bax, emin o yerin duracaq. Bakarsan, bax, emin o elədin yeri qapa fotoğrafı qoymasan mən cəhənəmək çox da bezdim. Sənin rəng olur. Necədir ki? Nə sıxı boru. Neyse arkadaşlar, bizimkiler gəlib aşağıda mənə gözləyirlər. Durun beşimi yığım çıxım gedim. Gedim evimə. Qoyma vicdanın olsun. Allah haqqı qoyacağım. Bax görsən məni çəkir, özü danışır orada. Özü də çəksən, bax. O sözün çəkiliyor. Biz də nəzərən bulaq. Özümü indi çəkdim. Yolkamızda çək. Öyle qoyacağım. Mən özümü yaxşı bir şeydə qoydum qoymusan. Kabak fotoğrafına. Yetim başı yedi. Yemək yerim. O gün beləsində də elə çəkib qoymuş. Əlimdə bunu O görək. gün gedəndə mənə də orada nəsə bir dəfə qoymuş. Belə qoymuşdum. Bugün əla oldu. Xalid qonaqpərvərliyin həqiqətən də super. Zaten məsələ burada əziyyət çox çəkmirsən. Təşəkkür edirəm. Az nə oldu buna? Ama her şey süperdi. Əsas o da qəşəng dedik, güldüm. Çox kadr ala bilmədim arkadaşlar. Çünki ancaq deyib gülmüşük, söhbət Qiymət eləmiş, ona görə kadr almıyor. Niyə başım biz bəyəm qorxduğumuz adamların qiymətini qırır. Biz hamınız nə deyə biləcəyimiz sözü arxasında deyirik. Biraz şey, baba. On qoyarsan ona. Neyse arkadaşlar gedirik. Neyse. Bir stəkan çayım Bundan qaldı. sonraki qonaqlıq bizdə olacaqdı, amma mən iş qadını olduğum üçün sizin Restoran aparacaq. Bəli, inşallah. Ay güzel. Gələr bu hafta. Amma da bax. Qoyduq tarı, belə. Şu. Yəni durun basın bayrağı. Yutuş. Gitti arkadaşlar. Neyse. Neyin? Git tez götür. Allah ben böyle binip gideceğim. Mənim gəlsə məyək gider sarsın gəlsin. Neçənci mərtəbədə 12 değil o. Gel ana kurban gel. Neyse arkadaşlar. Gidiyoruz. Uzun ince bir yoldayız. Ala da ala. Bir dənə maşın səndə var, bir dənə maşın məndə var. Bakıda 300 metrə, kilometrə bizim kəndlər ağzına gələn. Allah, mən bu gün usta ilə işləyib gəlmişəm. Mən bu gün bu vəziyyətdə. Nə bilim, bu da mən hələ çəkir. Mənim hər saniyəm YouTube'da aşkım. Bütün kadrı. Sen gərəkdi mən sənə o videomu atardım usta ilə işlədiyim yeri. Gitti arkadaşlar. Çıx da, 9'daydı hələ. Liftimiz çox yavaş işləyir ha. Fərqi niyə belə işləyir? Şeydir, bahalı həyat yaşayırıq. Alışım o gəndə olur. Hə. Ana qurban, mənim maşına yeri utanır anacan. Ama git mikrofon dondu. Sözünə qoymasın. Vallahi niyə nə oldu? Gəlini sözünü düzgün eləmişəm. Dava gələsin sən gedirəm.
Aşkım get. Həyatım çox sağ ol. Hər şey əla idi. Sabah öbürsün görüşərik. Sabaha ara verəcək. Nalə bu üzlə getmir. Yox, yaz layihə şoförü var, amma bax həyat yaşayır. Şubasına var. Aşkım. Elə biləm mən də bu tərəfə oturum Nalə. Nə olmuş? Deməli arkadaşlar, mama ilə Alisanı düşürtdük. Alisa yatmışdı. Papa ilə getirdik mağazaya. Kofe içme. Papa bəs. Ayda papa bu da zavaz gedək kofe içə də bala. Allah hamdolsun. Heç vaxt sənin atı bala içə. Ay ana. Mama da bilməsin, sağ bilsin, videonun qışqırtma olsun. Kışkırtma olmuyor. Güzel olur. Bizi qışqırdacaq. Allah qatanla heç vaxt şeyə getməmişəm, kofe zad içməyə, çörək yeməyə. Bir gün səni aparacağım, vlogumu başdan ayağa səninlə eləyəcəm. Bax denən nə? Sənin ad günümə 2 gün qalmış. Gedəcəm sənə qəşəng əyin baş alacağım. Səninlə bir gün vlog eləyəcəm. Oradan qəşəng kofe içəcəyik, yemək yeyəcəyik. Bax tezdən nədən çıxacağıq? Pul teması edirsə, daha mənə pul lazım deyir. Mən özüm eləyim. Pulum mən leysan qədər. Mən özüm eləyəcəm. Mən özüm sənin ad gün qabağı səndən bir gün vaxt istədim. Mənə pul zat lazım deyir. Hə də Pul yaxşı. məndə nə qədərdirsən? Yaxşı, bax gedək sənə qəşəng birinci birinci səhər yeməyi yeyəcəyik səndən. Denən hə. Bax söz verirəm arkadaşlar. Qullə yer Yanvarda var, ad şey gündə. gedək, onda. Hə, tamam. Bildin hala? Səhər Pınar yeməyi restoranı, yeyəcəyik, sonra Pınar papa ilə restoranı. qəşəng, səhər yeməyi yeyəndən sonra qəşəng əyin baş alacağım papaya, alış-veriş eləyəcəyik. Ondan sonra da şey, nədir onun adı? Axşam yeməyi gəlirik evə. Kofe qəşəng gəlirik evə. O şimdi bir gün mənim yanımdasan Bir gün sən yanındayım. Pal, paltar, yemək, içmək, hamısı sənin ihtiyacı. Allah hamd olsun. Bax and içdim. Yanvarın neçəsi sən ad Zimmə günüdür? pul da qoyacaq. Ha, ad günüdür. 29'u yanvar. 29'u 27'si meydandayıq arkadaşlar. Neyse geldim mağazamıza. Ha? Ha? Yo, nenim eve girip. Kim var burada? Ben kızım o değil mi? Aytekin'e, Gültekin'e birim devir Kenan'a. Canım da eve bir şey aldı. İnşallah mağazamızda bir dənə görün mağazamızda. Bir dənə çək də mən YouTube'da göstərim. Bir dənə görün mağazamızda ne gözəl belə yumuşaq o şey gəlib oturacaqlar. Buna baxın. Uşağı Bunu bizdən çox istəyirdilər. Bunu bizdən çox istəyirlər amma Alisanın vaxtında mən bundan görməmişdim. Nə yalan deyim. Bundan almışdım Alisa'ya amma bundan görməmişdim. Çox qəşəngdir. Beləsi də var. Baxın yeni ilə aid hər şey gəlib. Baxın. Belə şaxtabolalarımız gəl başları xarab oldu. Belə Bunu şaxtabolalarımız göstər, bunu göstər. Alisa Bir dənə boydadır. buna baxın, baxın. Alisa Endol boydadır. renk, belə bir şey də gəlib. Sonra bir dənə baxın bax. Burada qəşəng hədiyyəli çaşkalar. Mağazamıza niyə gəlmir say bacı? Bax belə qəşəng çaşkalar gəlib, hədiyyəli. İnşallah bu yanvar dekabrın axırına qədər gəlib bizdən babat alver eləsəz maşını dəyişib bundan almaq istəyirəm. Nə olur nə? Gəl bura. Ne kadar Biz bir qəpik vermələnsə. Bir də eskizlərimizə baxın uşaqlar. Görün nə gözəl eskizlərimiz var. Bu sizlərə özəlliklə bayıldım və yəni çox qəşəngdir. Yaxınlaşmaq istəyirsə mağazamızın səhifəsi var. Alisa.toys 2 dənəsi ilə. Keçirsiniz səhifəyə. Bioda nömrə də var əlavə olaraq və adres də bioda bilinib. Gəlin mağazadan alın. Hamısı da sürgün. YouTube izləyici. Bax YouTube'dan gələnlərə anar. Kim ki desə ki bu videoda YouTube'dan gəlmişəm. Misal üçün bu kreslonu istəyirəm. Endirim edirsən. Özü Söz qəşəng verirsən. endirim. Söz verirsən. Anar bəy. Ayrıca mən görmək bax YouTube'dan gələn izləyicilər Kabronya'dan alıb sən verəmərəm onu. Mən bilsən doğrayar. Zarmat eləm verərəm. Evdən də bir şey kabrolar var. Sən özü bundan da Maşını qəşəngləri. məndə doldu getirsən. Savzı qul olacaq. Aile birində. Yəni söz deyirəm, YouTube'dan gələn izləyicilərim, əgər qəşəng alış-veriş eləsəz bonus üstündə mən də gəlirəm. Mən görməksiz anara desin bir dənə gözəl bacını çağırım amma 2 manatlıq, 3 manatlıq şey görə mən abodeydən bura gətirsinizdən xahiş edirəm. Qəşəng alış-veriş eləyənə gəlirəm otururam mağazada özüm endirim eləyəcəm. Bax, misal üçün YouTube'dan gəlmirsən, 100 manatlıq alış-veriş elədin, sırası mənə çağır. Yığanara mənə çağırsın. Səhər saat 9-da olsa durub gələcəm. Gələcəm. O 100 manat 100 manatdan qəşəng endirim eləyəcəm sizə. Niyə? Yığdığıma görə. Artıq nəsə alanda da tacirlə mən gəlir ikimiz 2 manat alanda. 1 manat alanda birimiz gəlir, 2 manat alanda ikimiz gəlir. 3 manat alsa evdən də bir nəfər, 3 nəfər. Eğer biri gelsen alır, ana sen diyor ki bu indirim muhtaçdır. Her bir modelli gebikten. Geçsin. Əla mağazamız maşallah. Aa, polka da təzə qoydurmuşsunuz polkanı. Allah'ım olsun. Gecənin adamlar 100 manat al verildi, 5000 manat alır. Əla. Bir qəpik yerimiz yoxdur. Aa, bazı şasobalarımız var. Qıranam. Evde getir. Alo.
Həqiqətən. Həqiqətən. Şırdandan saz gətirdi. Yetim oxuyur bütün gün. Parmaklarım maz oldu. Nəysə arkadaşlar, mağazamız İnşallah Allah bərəkət versin. İnşallah mağazamız elə bir vaxt gəlir ki, mağazamız böyüyəcək. Bəli. Biz səs Siz qoy bir dənə spoiler verək də. İnşallah. Bu gördüyünüz balaca mağazadan başlamışıq. Bu yaxınlarda Allahın izni ilə inşallah mağazamız böyüyəcək. Bəli. Bəli. mağazamız bax, bu sticdir, biraz belə olacaq. Elə yox. Böyüyü belə olacaq. Yox, bu boydadır. Böyüyüb birdən belə olacaq. Onlara polka koyacaktı. Hələ ki batırır. Mağazam böyüdür. Ora 3 dənə vardı polka. Mağadır. Tam da dediğimiz kafeni açmış o. Sənə gəlməmişdən polka qoymuş. Bir dənə əsas şeydir ora. Asılqandır. Zarafat edirəm. Zarafatı çəkib götürdüm. Deməli burada bir damcı yer var. O aranı açmaq istəyir. Aran açmaq istəyir. Böyüdük mağazam. Nəysə arkadaşlar. Deməli uşaqlar mağazamızdan bana da deyinsin. Uşağıma oyun ev almışam. Xalidə Gilin evində gördü. Başladı onun içindən çıxmamağa. Mən də əslində Alisaya almaq istədim. Pus evimizdə yer tutar deyə almadım. Amma bugün gördüm ki, uşağım ona baxa-baxa qalıb. Dedim qoy mənim uşağımın da olsun. Uşaqdır da. Həm də Xalidənin uşaqları bura gələndə rahat girib içində oynasınlar. Oynamaqlıq deyil mama bu. Bu oyun evidir. Bu yığılır. İndi bunu yığacağıq. Qəşəng bir dənə quraşdıraq. Bax bu formada, hə. Ver. Balaca. Uzun. Uzun lazım deyil, balaca lazımdır. Olabilir. Bax, Yok. balaca lazımdır. Emin onların üstündə oturur bax. Balaca lazımdır. Balaca bal bir kulağım. Bura keçir onu. Ortaya. Hə, keç. Bu düzün. Keçir onun içine. Tutdum bura. Şimdi buna Bura. gedir buna uzun. Böyük. Hə, yap. Düzü. Keçir onun içinden sağa bırak. Başlıq sən buradan mənə ver, mən buradan tutdum, sən də oradan tut. Oranı. Buranı. Şöyle böyle. Keçir ona. Onu da bura. Şu. Bura bir dənə sokmaq lazımdır. Uzun, hə? Gəl burada bax. Al. Sok ora bax. Sen oradan keçir. Sen oradan sok mu buradan? Geçen oldu hə mi? Mübarək. Hadi elə. Ana bax. İndi bu tarafa koy. İndi bir dənə ver. Güdək. Böyük, ben böyük. Aşağıya. Güdək Güdək sana. hara mı? Ona sen belə, beləsine. Belə. O oyun xalçası hanı onu da sevərsən. Onun içine serəcəm, qalın olsun diye ama. Ala. Bunu sen buradan. Belə. Bir de uzun buradan sağa. Birini yukarı, birini aşağı. Kızım dayan. Mesela diyen, Kızım dayan. Alisa gör imkan verir siz Allah. Sen üçün aldın ya bunu soğa. Ne yemiyorsun sen şöyle? Özüne şey var. Tuttu da. Alisan həşirinə bax da. Babasını təlir ki, qaç mən keçim orada. Kurban oldu. Bu gitti. Yine yukarı. Yukarı. Budur gözəl balaca dediyim. Az tanışır da. Oynayacaq da mama. Ala. Paltar sərməyi yer. Nənə küstü səndən? Bunu soğura. Gel. Burası sen bunu yedin. Gözün işıq söndürmək üçün. Gəl nənənin yanına, gəl. Gəl nənəyə. Nənəyə. Yani uşaqlar, biz bunu büyünlük kururuq. Sabah daha bu sökülür gelir bize. Gedib zad eləmir. Uşaq istifadə edəcək. Eləyəcək. Bax, bir otaq ancaq Alisaya məxsus bizdə. Yer yox. Elə bir 4 otaqlı evdir. Ne olacaq? Mən bir baxım. Ama saxla onu. Deməli arkadaşlar, ev hazırdır. Alisa hələ ki içindən çıxmır. Hələ ki salamatçılıqdır. Getdi qoydu kaliskasının üçün oyuncağını. Hələ ki salamatçılıqdır. Güclə bəlayla da olsa qurduq.
Görək. O birisini də göstərir, aparır babasının nəyəsi. Oynamağa. Artıq oyuncaqlarını da verdim papaya. Yaparsın evdə oynasın. Hə, nə qoy. Güzel ki oynayır sakitcə. İşte paltarı da bunun üstünde bile serersen. Neyiniyim papa? Hiç mi? Allah özümə ev qismət eləsin inşallah qızıma. Bu boyda otaq düzəldəcəm qızıma. Sırf qızımın. Aslında yaxşı şeydi. Rozi bana yarısı olaydı onun. Bana Əslində elə geniş olmalıdır da papa. İndi evimiz balaca uşağım neyəsin? Kal orada. Kal orada, çıkma orada. Keçileri diyorlar mısın? baba da gelsin, at baba da gelsin. Baba da gelsin oraya. İcazə versən babaya. Tutacaqsan. Sənə də yaxın duracağım, amma gətirəcəm bunu isə çıxamayacaq onsuz da. Allah haqqı. Gəlib yatacam özümdə. Onsuz da Müəyyən şeyler götürmen lazım ki gözüne başına değme. Bu mesela son Ne diyeyim? yaparsın. Yani. nə yapasın da oynayır ondan. Ya. Özünüm get tulla seni orada yat. Ya da gir yat burada koy nasıl döyürsün. Heç vecimə də döyür. Nə qayrı qayrısın onun içində. Dedim ki atasan da 3'dən aşağı düşməyim. Dur divanı qoyaq yerinə, stolu qoyaq ora. Eşitdin nə dedi? Dedi yox, heç vicdana da gələn deyirəm. Mama götür. Hara yaparsın? Mama, baba divanı qatıraq yerinə də Allah hamd olsun. O götürsün elə koytursun böyle zaten. Sənin vicdanın yol verməz. Mama yaxma başı o düzədə, sən şu artıq ayağın dağını çıxartmırsan. Nə xayrım? Bir böyle koy. Alan qurban boyuna ellər gəlsin toyuna, narahat olma, otur orada stolu dəyişirəm. Mama, bu otur oyunda kızım, sənin üçün hər şərait yaradıram. Bu boyda evin içində sənin üçün mənim eləmədiyim şey yoxdur. Məndən nə işsən sən? Cəmaatı balasının evində heç bundan yoxdur. Allah haqqı almayacam sənə, baxarsan, dayan. Kim istəyirsə uşaqlar, yazın gəlin götürün bunu. Kreslo sil, kreslo. Buna heç lazım deyil. Şu, bundan sonra sən hepsini almayacam. And olsun Allaha. Baxarsan sən, dayan. Sən də dövü də ama o da. Sən də bu pisosu, sonra pisos deyərsən. Şimdi tutar. Kalbim sıkıştı. Divanın yeri həm də ora deyil, papa, bura deyil. Bu divan oradan bir de terpense. Allah hamdolsun var. Bunu götürüp zırlatacağım buradan. Sögünc eləmə, xahiş edirlər. Kes əylə paltar giyin sən də, ha. Bax, özü gəl kamera qabanından keçir, mənlik deyil. Valla hardan keçin? Giyin əylə be. Eviniz hamamdır. Gülürsən Burnumu ya. eşərəm ha, Allah baba, tutma Eyleme. işmə. Arkadaşlar, burnumu eşirəm, eğləndir. İşirəm, ona çay verirəm, su verirəm. Əlimi bütün siqanlara vururam. Allah işme. Sana söz ben şey bir gün. Hem şimdi burnumu eşəndə gedib əlimi yuyuram. Ha, sen eliyorsun. Sen aynı birinden oynuyorsun. Niye başlayayım? Burun eşimə təbii şeylər də, tabiatı. Maşallah qoyuyor, sən nə yox, mən eşirəm, sən eşitsən demədim ki. Mən deyəcəklər də sən deyilsin. Qaynanam üzü istəmir, mən söz deyilsin. Sürmə divan, baba, xalçam qırışdı, sürmə. Kişi diyorsan qaldı da, bak gücün yoxdur. Hindu da diyecekler, kişiye dedi, kişi dövsen. Kişi diyorsan demədim, sualım ki kişiyəm də, yəni qaldır gücüm var. Hadi benim ağrıyor daha, kaldı da sen de. Daha bak sen. Bezimle ya Allah benim elimden arkadaşlar. Sürüm. Sen gibi divan kaldırmışsın. Çok da görüştüm bak. Buna ben oturacağım bu karşıya. 31 daha özgür çıkamıyorum. Benim uşağım karşıya oturmur. Neyine karşıya? Biraz oyun döze gibi oturacağım. Ay Allah, xalçamı qırışdırdılar bu iki dənə qoca arvatla kişi. Sabah yolkamı gətir, yolkamı quracaq. Vurarsan sen de oturalım. Ama xalça qırışdı. Allah'ın olsun qırışdı. Bana əsəbləşdirirsiniz. Eləməyin bak. Sən o qırışdı. Buna sürmə, sən dəyməyəli vurma. Anan qıldan bir dənə pajalosta izviniti. Doğan sen iyisin bala. Nədə yesin? Yesin. Xalçamı qırışdırma. Ay.
Bunu bizə kim hazırdı gətirib? Özün gəlib bəyənmirsən şəxsən, ərində sən də. Valla mən sizi tapmamışam, siz mənə tapmışsınız. TikTok'da görmüşsünüz, bəyənmişsiniz, oğluza demişsiniz ki, gedin elçi. Biz eskiden de oğlum hediye yapardı, oğlan yapardı. Hediye yapardı. Все, bax, divanın yeri buradır mama. Allah'ım. Quranak ideal. Gün ərzində sizə və divan dəyişirlər. Bağla. Stol da qoy bura, qəşəng. Qızım, Mən də onu deyirəm da, Alice. bu uşağı mən nətər dünyaya gətirmişəm, mənim başım çıxmır. O qədər uşaq məni üstə görüb ki, Nurlanın evində. Ona görə uşaq Nasıl görmüyor? Yatır ki, fazla kim görür. Anan qurban boyuna, eller gəlsin toyuna, sakit dur. Yox, bu təbii. Nənənin yanında böyüsə Nənənin yanında böyüyüb də elə belədir də, bütün başıma qışqırır. Hə, mama, sən and verim Allah, elə bir divan burada onun daha bir genişliyi olur. Yoxsa mənə elə gəlir. mən də elə fikrim. Hə, valla mən elə fikrim. Gör evladını sözə qışqırır sən Allah. Yox, yorumlara yazırlar ki, az evladım de. Bana kimin evladı deyim, Nurlanın evladı, sakit dur, mənim evladımdır da. Neyse. Buyur. Məni də səbləşdirirlər. Bir ən 5 qısına göstərim sizə uşaqlar, baxın belə. Mama dayan. 5 qısına, bax. Görün nə gözəl oldu. Valla. Ay bala. Ay uşaq. Niyə qışqırırsan? Geç o tərəfə uşaqlar. O bir şey var. Geç bax, bir dənə kəkli çək bu tərəfə. Geç. Sən o tərəfə geç, mən gedirəm sumkalarımı yığmağa. Sumkalarımın hamısını tökmüşəm kravatın üstünə. Bir dənə bura baxın. Bildiyiniz elə bir top atıblar. Evdən çıxanda atmışdım. İndi istəyirəm bunları qəşəng yerləşdirim. Taxmadığım sumkam deyəcəm ki, taxmadıqlarımı ayrı qoyum. Amma taxmadığım sumka yoxdur. Baba, gör nə qayırım ha, bax işığı söndür. Mən iş görürəm. Bax, çıx elə. Çıx. Davay. Mən iş görürəm. Davay. Get. Ziyan ver. Hə. Bir dənə bunları qəşəng yığım uşaqlar. Ayın onu ad gündəyim. Görüm ad günə rəng qatsam. Bəlkə ki, balda bu çantamı götürdüm. Bunlar A klassdır. Bunu təsadüfən bir günlük gedəcəkdim deyə təsadüfən almışdım. Bu 25 manat almışam. Bunu baha almışam. 40 neçə manata. Qiyməti odur yəni. Bu çox bahalı çantadır. Bunu zaten alan özdə bahalı insan idi. Bunu Lola almışdı uşaqlar mənə. O da bilirəm ki, mənə orijinal çanta alır hər zaman. Yəni orijinal şeylər istifadə edir. Bu heç. Bunu da xalamdan almışam. Bunların hamısını xalamdan almışam. Tək tükü hədiyyədir bax bunlar. Amma qalan bunların hamısını xalamdan almışam. Xalam çanta işinə məşğuldur, bilirsiniz. Görün burada nə qaldı? Burada heç nə qalmayıb. Burada bir dənə Alisan çantası qalıb. Bunu da xalamdan almışam. Bir dənə bunları qəşəng yerləşdirim uşaqlar. İnanın başım ağrıyır. Müqəddəs ana yenə iş başında. Yeni nə pişirsən qızım? Alisa'ya su pişirirəm. Gecədən pişirirəm ki, səhərə yeməyi olsun da. Xalidə su pişirmişdi. Həqiqətən də adam fərqli şeylərdən, analardan, yəni yemək öyrənir də. Xalidən soruşdum ki, necə pişirsən? Sən yazdıqlarımı aldım, gətirdim də. Dadı çox qəşəng idi. Alisa da çox bəyəndi. Biz tərkibinə Xalidə şüyüd qatmışdı. Şüyüd də uşağın köpünü qəşəng çıxardırmış. Mən bilmirdim. Şüyüd suyu bilirdim. Alisa bəyəndi. Zvanok kimi zartasa deyim odasında gəzir. Tacirə tez yazdım ki, kərə yağı alsın. Mövzusu ilə pişirirdim. Zeytunla pişirirdim. Tacirə bunu qəşəng döşrəti alsın. Kərə yağı alsın. Oxşunda şüyüd zadı alsın. Qəşəng pişirdim. Dadına həqiqətən də özüm baxdım. Çox dadlıdır. Bu butulka da almışsan Alisa? Butulka. Hə, bir yağ aldım. İçir ondasın. Hə, içir, amma belə tam elə içməyə bacarmırdı, elə belə içir. Oxşumda Xalidən öyrəndim, gələn kimi tez uşağıma pişirdim, həm də su qalmamışdı. Xalidə gedəndə su aparmamışdım, bilirdim ki, Xalidə pişirəcək. Ona görə aparmamışdım. Elə Alisa ilə indi yatışdırdı, qəşəng tacir yatışdırdı daha doğrusu, mən də pişirdim. İndi qəşəng bunu 5 dəqiqə qaynasın, sonra qazanın altına sabah qızımın yeməyi hazırdır. 15 dəqiqə yatdı. 15 dəqiqə yox, 15 dəqiqədən tez yatdı. Rahat yat. Yoruldu bax.
biz də videomuzu sonlandıraq. Sabah inşallah axırıncı günümüz. Çünki Büsüyün məclisdəyik. Büsüyün məclisi sizə başdan ayağa çəkəcəm. İlk vlogum olacaq ki, məclisdə kim nə yeyir, nə tər oynayır, nə tər durur. Hamısını ətraflı şəkildə çəkəcəm. Sabahlarım da qəşəng qonaqlarım gəlir. Yenidən rəngi oyun oynayacağıq. Xalam gündən sabah gedib onların hədiyyələrini almalıyam. Tacirin yanında bir 15 liraya Alisanı qoyub. Burada qəşəng sürpriz mağazaları qabaqda oradan tapmışam. Qiymətləri də çox münasibdir. Oradan gəlib qəşəng sürpriz hədiyyələr alacağam. Sabah da xalam da gələcək, onları qarşılayacağım. İnşallah ona görə vlogumuzu burada sonlandırırıq. Sizləri çox sevirik. Bura qədər izlədinizsə, like atıb, yorum yazıb, kanalımıza abunə olmaq unutmayın. Evimizin də ümid edirəm ki, son halını bəyəndiniz. Məncə belə daha yaxşı oldu. Ən azından genişlikdə Alisa rahat öz yerində oynayır. Sizləri çox sevirəm. Sağ olun, salamat qalın. Bay bay.